Salam əziz izləyicilər, bu günlər sizə 5 sotaq, 3 otaq həyət evinin təqdimatını göstərəcək sizə. Gördüyünüz kimi bu həyət evimizin mənzərəsidir. İstəyə uyğun, yəni gördüyünüz kimi 2 mərtəbəli, 3 mərtəbəli, yəni villa, böyük yəni ev tikimi olar. Bir də dayandığımız yerdən sizə ərazini göstərib, daha sonra evimizi sizə təqdim edəcək. Bayaqlarını göstərdiyimiz ərazidir. İndi keçəcək evimizi təqdim etməyə. Bayaqki ərazidən indi evimizi hal-hazırda keçid edirik. Gördüyünüz kimi burada əl damı kimi yəni nəzərdə tutulmuş balaca bir tikilidir. Keçək indi evimizi təqdim edək sizə. Əziz dostlar, görün evimizin zalıdır. Yəni qarşısında pəncərəsi var, həyətə baxan pəncərəsi var. Keçək digər otaqlarını sizə təqdim edək. Növbəti otağın birini təqdim edirəm sizə. Bizim otağımızın biri yataq otağıdır. Keçək digər otaqlarımızı təqdim edək. Şimdi də bizim bir otağımızdır. Otaqdan qıxmaya pəncərə var. Havalandırması normaldır. Keçək digər otaqlarımızı göstərək. Əziz dostlar, bu da bizim mətbəximizdir. Əziz dostlar, qarşı tərəfdən evimizin əsas girişini təqdim edəcək sizə indi. Keçin göstərim bunları sizə. Giriş qapısının qarşısında ayaqyolu üçün nəzərdə tutulmuş yerdir. Burada baxa bilərsiniz, səliqəli. Belə ayaqyolusu var. Bu da evimizin əsas girişidir. Ön tərəfdən olan əsas girişidir. Burada da gördüyünüz kimi evimizin ehtiyat üçün sütçəni var. İndi gəlin sizə evimizin əsas girişinin qarşısında olan 7-nin 4 olan mənzilimizi sizə göstərim. Evimizin sayğacları digər evdən tamamilə ayrıdır. İstəyə uyğun evi tikib, yəni aylıq 300-350 manata, yəni kirayə vermək olar. Evin kanalizasiya sistemi zadı, yəni hər bir şeyi çəkilmişdir. Əziz dostlar, evimiz Komsomol Kurukun 50 metr məsafə yaxınlığında yerləşir. Ana yola da 10 metr məsafə var. Evin qiyməti ilə bağlı aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb gəlib evimizlə tanış ola bilərsiniz.